Salamünəzdir, dəyərli izləyicilər. Nəsimi rayonundan Həsən Əliyev küçəsindən İnqilab adlanan ərazidən salamlayırıq sizi. Köhnə tələbə qəbulunun yanında, Tibb Universitetinin yaxınlığında, birbaşa Həsən Əliyev prospektində yerləşən London evləri kimi tanınan kompleksdə 7-ci mərtəbədə bir otaqdan 2 otağa düzəlmiş bir mənzil təqdim edəcəyik sizə. Mənzilimiz ideal düzəlmə həyata keçirilib. Bütün otaqların giriş və çıxışı ayrıdır və hamısının birbaşa çölə pəncərəsi var. Xüsusilə hal-hazırda giriş qapımızı görməkdəsiz. Giriş qapısından girdikdə sağ istiqamətdə mənzilin ümumi sanuzeli yerləşir. Daha sonra burada belə bir dekorativ faskalı güzgülərdən və daraq teksturadan belə bir pufik və ayaqqabılıq düzəldilib. Əlavə giriş qapısı ilə özü isə belə bir açarlıq dekorativ hissə. Burada mənzilin yataq otağı, burada qonaq otağı, burada isə mətbəx hissə yerləşməkdədir. İlk öncə başlayaq qonaq otağından məlumatları təqdim edəcəm. Mənzilimiz 67 kvadrat ölçüdədir. Bir daha qeyd edirəm, bir otaqdan 2 otağa düzəlmə ideal şəkildə həyata keçirilib. Sənəd çıxarışdır, yəni kupça. Həm kirayə vermək üçün, həm də gənc ailələr üçün ideal təklifdir. Qonaq otağının birbaşa həyət yanı sahəsinə baxan geniş vitraj pəncərəsi var. Genişliyini görürsünüz qonaq otağının. Bir otaqdan 2 otağa düzəlmə mənzilə nəzərən oldukca geniş bir qonaq otağı var. Tam əşyalı təklif edilir mənzil. Qonaq otağına girdikdə sağda belə bir dekorativ hissə, saxlanış yerləri, əla bir TV stand bəzədilib, 4 nəfərlik bir masa yerləşdirilib, hansı ki bu masanı 6 nəfərlik masanı, yemək masasını rahatlıqla yerləşdirə bilərsiniz və belə bir yumşaq mebel dəsti, geniş ölçülü divan, 2 ədəd kreslo, kondisioner yerləşiminə qədər hər şey edilib. Gözəl də yaraşıb bu yumşaq mebel qonaq otağına. İdeal qiyməti var mənzilin. 7 mərtəbəli binanın, burada binalar 10 mərtəbə, 12 mərtəbə, 7 və 5 mərtəbədən ibarətdir. 7 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Tam mərtəbədir. Sənəd çıxarışdır, bir daha qeyd edirəm, kupça. Üzərində texniki hissə var, üst hissədə. Və bura mənzilin mətbəxidir. Vitraj pəncərə burada da var. Balkona çıxış var buradan məhz. Buranı da təqdim edəcəm sizə. Gördüyünüz kimi yan blok, daha yüksək mərtəbə, 10 mərtəbəlidir. Və geniş balkonu var, kollektor sistemi, kombi sistemi, kondisioner və qaz sayğacı burada yerləşdirilib. Və gördüyünüz kimi böyük ölçülü bir mətbəx mebeli yığılıb. Yəni bir otaqdan 2 otağa düzəlmə mənzilə nəzərən olduqca böyük ölçülü və tam boy mətbəx mebeli yığılıb. Yoshiro markalı bir soyuducu, qaz peçi, aspirator, morkasına qədər bütün aksesuarları yerləşdirilib və belə bir divar masası 2 nəfərlik qoyulub. Ətrafına 2 ədəd stulda yerləşdirə bilərsiniz. Və son olaraq yataq otağını təqdim edeyim sizə. Qiymət barədə məlumat verəcəm. Mənzilin yataq otağı da genişdir və tam əşya ilə tərtib edilmiş vəziyyətdədir. Böyük ölçülü bir yataq dəsti. Bir ədəd tumba qoyulub. Sol tərəfdə belə bir tam boy tavana qədər qarcırıb mebeli yığılıb. Membran panellərdən və make-upına qədər hər şey nəzərə alınıb. Mənzilin keyfiyyətli təmiri var, elektrik qutuları orijinal İtaliya istehsalı Gevisdən istifadə edilib. Və son olaraq mənzilin sanuzelini də təqdim edeyim sizə. Bir sanuzel var mənzildə, o da gördüyünüz geniş ölçülü sanuzelli, tam aksesuar yerləşimi edilib. Mərmər üzüklü moydadır, böyük ölçülü bir duş kabini isə ayrılıb. Və belə, mənzili demək olar ki, tam olaraq təqdim etməyə çalışdım sizə. Nəsimi rayonu, Həsən Əliyev küçəsi. Birbaşa Həsən Əliyev küçəsində yerləşən London evləri kimi tanınan kompleksdə 7-ci mərtəbədə 67 kvadrat ölçülü, sənədi çıxarış olan 2 otağa ideal düzəlmə bir mənzil təqdim edirik bugün sizə. Mənzilimizə start olaraq təyin edilən qiymət 198.000 manatdır. Real alıcılara endirim nəzərdə tutulur. Mənzil haqqında bizdən bu qədər. Biz izlədiyiniz üçün təşəkkür edirik. Arzuladığınız mənzillərə sahib olmanız diləyilə, hörmətlə reklam edirik.